sürüş yoldaşlarım və mənəm. Biz bugün sizinlə Vətən sağ olsun mətnini səhnəcik şəklində göstərəcəyik. Həmin səhnəcikdə zamanlı mayor doğru tapır və burada onların söhbətin görüşünü təsvir etmişik. O zaman səhnəciyimiz başlasın. Gir. Sağ olun, sağ olun. Sağ olun. Ne oldu, niyə bu qədər fikirlisən? Mən saydım mənim oğlu baxsam, amma zabitın eylərindən başqa heç bir məlumat tapa bilmirəm. Başa düşdüm. Zabitin nömrəsi səndə var? Ha, var ki. Mayorla söhbət etmişdi o. Bəlkə oğlu haqqında nəsə bilir. Hə, onda yolunda aşk olun. Salam, bu bəy, necəsiniz? Mənəm, Leytinat Zamanlı. Mayor Əsədovun oğlu haqqında bir neçə məlumat mənə verə bilərsiniz? Hə, olar. Qeyd edirəm, qeyd edirəm. Çox sağ olun. Onu verdin mi? Bəli, Əsədov ölmədən əvvəl zabitlə danışılmış ki, mən əgər şəhid olsam, mən sizə bir nömrə verəcəm, oğlumu tapmaq üçün, əgər istəsəz. Bu nömrədən yığın, onların qonşumdur. Mənə bir nömrə verin, onu yığmalıyam. Sağ olun. Sağ olun. Necəsiniz? Yaşam. Mən Mayor Əsədovun şəhərində son döyüşdə iştirak edən Leytinat Zamanlı. Siz Əsədovun oğlu haqqında biraz məlumat verə bilərsiniz mənə? Onu tanımırsınız, o harada qalır? Mənə məlumat verə bilərsiniz. Bəli, mən onun qonşuyam, amma Əsədovun oğlu küçükdür. Lakin bir qonşumuz da var. İndi mən sizə onun nömrəsini verəcəm və bu şəkildə oğlu ilə əlaqə saxlaya bilərsiniz. Olur, verin. 070 998. Bəli. Bəli. Çox sağ olun. Qonşusu, onun bir dənə də qonşusu var imiş. O bilmişdir, verir. Mən ona verirəm. Sağ olun. Sağ olun. Necəsiniz? Yaxşı. Mən Əsədovun şəhid olmadan öncəki son döyüşündəki iştirak edən Leytinat Zamanlı. Mayorun oğlu haqqında mənə biraz bilgi verə bilərsiniz. Onun yaş təşkili haqqında məsələn. Nömrəsi var. Mayor Əsədovun oğlu. İstəyirsiniz nömrəsini verib, siz ondan əlaqə saxlayın. Hə, olacaq. 070 Bəli. 918. Sağ olun. Dəyməz. Nəsə dedim? Dedi ki, indi onun nömrəsini verdi, onun haqqında danışmalıyım. İndi sən sağ ol, mən onunla danışmışım. Sağ ol, sağ ol. Sağ ol. Sağ ol. Xüsusi təyinatlı qüvvələr işləyirəm. Məmnunum. Bəli. Siz Mayor Əsədovun oğlusu səhv eləmirəmsə, siz olar ki, sabah bizim evdə görüşək. Olar. Sizlə barədə biraz məlumat almaq istəyirəm. Olur. Leytinat Zamanlı və Mayor Əsədovun oğlu görüşürlər. Gir. Sağ olun. Sağ olun. Gəl, bir tənə. Yox, gəlsin. Sağ olun. İlk öncə mən Leytinat Zamanlıyam. Sizin atanızın şəhid olduğunuz son döyüşdə iştirak edən Leytinat Zamanlı. Mən də Leytinat Zamanlının dostumuram. Sizdən bir necə söz soracaqdım. Bəli, işlə. Siz atanızın şəhid olduğunu necə öyrəndiniz? Sözün düzü, döyüşdən sonra atamın yoldaşlarından atamın harada olduğunu soruşdum. Amma əsgərlər atamın vətən uğrunda şəhid olduğunu dedilər. Bu nəşidən özünüzü necə hiss etdiniz? Biraz qurur, biraz da kədəriz. Sizi yaxşı başa düşürəm. Allah bütün şəhidləri rəhmət etsin. Sənin atan qəhrəmandır. O qəhrəmanlar üçün döyüşüb, vuruşub və şəhid olur. O səni hər zaman düşünürdü. Mən də atamı hər zaman düşünürəm. Leytinat Zamanlı obrazını canlandırdı İmamverdi. Əsəd Əsədovu canlandırdı Salihov Murad.
qoşdu Murad obrazını canlandırdı Elmir. Səbinə xala qonşusunu canlandırdı Fatimə. Həyət xala qonşusunu canlandırdı Rüqəyyə. Ssenarini yazan Əhməd Zərdazadə, davamını yazan Fərahova Ayşə.